Bismillahirrahmanirrahim. Dünyanın məzəmmətində dünyaparast kəslərə Əli əleyhissalam buyurmuşdur. And olsun Allaha ki, sizin bu dünyanız mənim gözümdə cüzam xəstəliyinə tutulmuş şəxsin əlində olan ətsiz donuz sümüyündən də aşağı və dəyərsizdir. Cüzam, əzizlərim, insanın ət və üzvlərinin tökülməsinə səbəb olan bir xəstəlikdir və o xəstəliklərin ən pisidir. Bu kəlamla Əli əleyhissalamın dünyaya ən son dərəcədə nifrət etməsinə bir dəlildir. Allah bizləri dünyaparastlıqdan uzaq etsin inşallah.